Salam, bugün sizə Dahonun qabaqcıl proqram təminatı əlli DSS Deep Explore platformasını təqdim edirik. Onu da qeyd edim ki, videomuzu Dahonun Azərbaycanda ekskluziv distributoru olan Avsekin təqdimatında izləyirsiniz. Bu sistem video nəzarət, süni intellekt analitikası və əməliyyat idarə etməsini vahid mərkəzdə birləşdirən kompleks təhlükəsizlik platformasıdır. Platforma təhlükəsizlik nəzarətində yeni mərhələ yaradır. Analiz, inteqrasiya və qərar verməni bir ekosistem daxilində toplayır. Platforma Dahonun Vizmind süni intellekt mühərriki üzərində qurulub. İnsan, nəqliyyat vasitəsi, hadisə və davranış analitikasını eyni anda emal edə bilir. Sistem üst tanıma, nömrə oxuma, insanların hərəkəti və obyektin tərk edilməsi kimi halları avtomatik müəyyən edir və böyük həcmli video məlumatları saniyələr ərzində analiz edir. Bu sistem sayəsində sübutların toplanması və sonrakı analiz prosesi daha səmərəli və sistemli şəkildə həyata keçirilir. Platforma toplanan məlumatları vizual analitika panelləri üzərində təqdim edir. İdarəetmə mərkəzi real vaxtda insan axını, hadisə sıxlığı, nəqliyyat hərəkəti və davranış modellərini dinamik qrafiklə izləyə bilir. Bu vizuallaşdırma sürətli qərar vermə, resurs optimallaşdırılması və hadisəyə ani cavab vermək üçün vacibdir. Platforma həm lokal serverlərdə, həm də Daho Cloud üzərində işləyə bilir. Məlumatların saxlanması, arxivlənməsi və uzaqdan idarə olunması tam təhlükəsiz şəkildə həyata keçirilir. Açıq SDK və API dəstəyi sayəsində sistem üçüncü tərəf proqram təminatları ilə inteqrasiya oluna bilər. İstifadəçi girişləri sistem vasitəsilə qorunur. Bütün məlumat mübadiləsi isə AES-256 şifrələnməsi ilə müdafiə olunur. Daho DSS Deep Explore müşahidəni idarə etməyə, məlumatı isə dəqiq qərarlara çevirən ağıllı platformadır. Daha təhlükəsiz, ağıllı və inteqrasiya olunmuş nəzarət ekosistemi üçün Daho texnologiyasını seçin. Kanalımıza abunə olmağı və bildirişləri aktiv etməyi unutmayın. Yeni məhsul icmaları və texnoloji yeniliklərlə yenidən görüşərik. Videomuzu Dahonun Azərbaycanda ekskluziv distributoru olan Avsekin təqdimatı ilə izlədiniz.